bəzi mən xanımlar tanıyıram ki, ali təhsillidir, ancaq işləmək istəmirlər və evdə özlərini daha xoşbəxt hiss eləyirlər. Müasir Qərbin yürütdüyü ailə modelində bunlar geridə qalmış insanlardır. Yəni o ideal qadın parametrlərinə bunlar oturmur. Çünki sən əgər bir qadın olaraq evdə özünü xoşbəxt bilirsənsə, və bunu da qeyd edeyim ki, biz dedik ki, qadın sosial fəaliyyətlə məşğul ola bilər və hətta məşğul da olmalıdır. Yəni onu deyəndən sonra mən buna keçirəm. Yaxşı, bir xanım indi işləmək istəmir. Özünü ailədə görür, övladının yanında görür və bundan da məmnundur. Bundan da özünü xoşbəxt hiss eləyir. Bu indi uğursuzdumu? Yəni 5 övlad anası uğursuz bir insandır və ya da şəhid böyütmüş analar var ki, hansı ki o anaların adlarını da bilmirik. Onlar uğursuzdumu? Qərbin o ideal qadın modelində bunlar geri qalırlar, uğursuzdular. Əgər uğur, cəmiyyət bizi tanıyır, mən nə qədər sosial fəalam və nə qədər populyaaram, əgər meyar budursa, onda o ana da uğursuzdur. Övlad tərbiyə edən bütün analar uğursuzdur. Deməli, uğur anlayışına bu yanlış bir yanaşmadır. Mən bəzən o negativləri deyirəm, elə bilirlər ki, o fikri təsdiqləyirəm. Əgər sən faydalı ola bilmisənsə, əgər sən cəmiyyətdə öz yerini tuta bilmisən və o yerdə də özünü gözəl ifa eləmisənsə, sən uğurlusan. Cəmiyyətə gözəl övladlar tərbiyə vermiş, o qeyrətli ana da ən uğurlu bir adamdır. Biz onları cəmiyyətə əslində təqdim eləməliyik. Və əslində də düzgün yanaşma budur. Deməli, evdə əgər qadın özünü evdə görürsə, övlad tərbiyə eləyirsə, bu da uğurun bir kriteriyasıdır.